Bismillahirrahmanirrahim. Dəyərli izləyicilər, sizləri İmam Muhammed Təqi və Həzrəti Əliəsğar əleyhissalamın mövludu münasibəti ilə təbrik edirəm. İmam əleyhissalam imamət dövrü onun 8 yaşında başlayır və bir sıra insanlar onun imamətinə şübhə eləsələr də imamın dərin bilgiləri onun həqiqətən yeryüzünün hüccəti olduğunu isbatlayır. Rəvayətlərdə qeyd olunur ki, İmam Kazım əleyhissalam dünyasını dəyişəndən, İmam Rıza əleyhissalam dünyasını dəyişəndən sonra bir iddə insan Əbdullah ibni Kazım əleyhissalamın yanına getdilər və onun imam olduğunu sübut eləmək üçün ona neçə dənə suallar verdilər. Lakin Əbdullah imam olmadığı üçün o sualların cavabını da elm imamətdən payı olmadığına görə sualların cavabını verə bilmədi. Bu vaxt 8 yaşı olan İmam Təqi əleyhissalam məclisə varid olur və həmən insanların suallarını doğru, dürüst, dolğun şəkildə cavablandırır və bundan sonra onlar həqiqətən də imamətin İmam Muhammed Təqi əleyhissalama yetişdiyini sübut edirlər. Bundan əlavə imamın dövrü elə bir keşməkeşli dövr idi ki, həm Məmunun hiləgər siyasəti, həm Mu'təsimin belə deyək ki, təəssübkeş xilafət dönəmi olduğuna görə imam çox gərgin mübarizə aparmalı oldu. Çünki bildiyiniz kimi İmam Musa Kazım əleyhissalam dünyasını dəyişəndən sonra onun belə də 4 səhabəsi, 4 vəkili daha doğrusu Əli ibn Həmzə, Ziyad ibn Mərvan, Osman ibn İsa və digərləri deməli yığışıb yeni bir firqə, Vaqifiyyə firqəsi yaratdılar. Bu firqənin yaranma səbəbi bu idi ki, bu insanların əlində külli miqdarda beytülmal var idi. Yəni imama çatası mallar var idi. Hətta yazırlar ki, Ziyad-ı Qəndinin əlində deməli 70.000 dinar, Əli ibn Həmzədə 30.000 dinar və beləcə bunların əlinə külli miqdarda imam malı yığılmışdı deyə onlar həmən malı imama, yəni İmam Rıza əleyhissalama qaytarmasın deyə Vaqifiyyə firqəsini yaratdılar və iddia elədilər ki, İmam Musa Kazım əleyhissalam qeybə çəkilib, o Mehdidir və yeryüzünü ədalətlə bərqərar eləmək üçün gələcəkdir. Və təvəqqüf elədilər İmam Kazım əleyhissalamda. Ona görə də bunların adı Vaqifiyyə firqəsi yarandı və bir çox insanlar da bu fitnəyə inandıra bildilər. Və bunların o fitnələrin ərşə qalxdığı bir vaxtda bu gənc imamın imamət dövrü, İmam Təqi əleyhissalamın imamət dövrü başladı ki, İmam əleyhissalam bunlara qarşı mübarizə apardı və bunların batil olduğunu insanlara öz elmi ilə, öz kəramətləri ilə çatdıra bildi. Dəyərli izləyicilər, bir məsələyə diqqət edək ki, mal, mülk, sərvət elə bir şeydir ki, tarix boyu, hətta Peyğəmbərin öz dönəmində belə Peyğəmbər sahabələrini Peyğəmbərə qarşı çıxarda bilib. Yəni o fürsətdələ insanlar ki, Peyğəmbərin vəsiyyət yazmasına mane oldular. Onlar bilirdilər ki, hakimiyyət onların əllərindən çıxacaqdır və Peyğəmbərə qarşı çıxdılar. Eləcə də Vaqifiyyə, eləcə də günümüzdə də bir sıra insanlar ki, imam malını, xumsu, zəkatı mənimsəmək üçün müctehid fitvalarını, yeryüzündəki Allahın höccətlərini, naibi imamın höcciyyətini inkar edərək onlar neynədilər? Bu malı mənimsəmək üçün fitvalara uymadılar. Onlar bu malı mənimsədilər və təfriqə yaratmağa çalışırlar. Ona görə də biz İmam Məsum əleyhissalamların dönəminə baxmalıyıq ki, onlardan gözəl nümunə götürək ki, onların zamanında baş verən fitnələr bugün cəmiyyətimiz arasında yayılmasın. Bugün xumsu zəkatı qəsb eləyən insanlar zülmün yanında durur, zalimin zülmünə dəstək verirlər. Biz neçəsini biz bilirik ki, həqiqətən də onlar ilə zalimin özü tərəfindən də cəzalandırılırlar. Allah'ın verə izzətinə cəlalına ki, bizləri zalimin yanında yer alanlardan qərar
verməsin. Bir daha bayramınız mübarək.